Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən 11-ci Bakı Beynəlxalq Kitab sərgisi öz işinə başlayıb. Yerli və xarici nəşriyyatlar, müəlliflər bir-birindən zəngin kitablarla ziyarətçilərini qarşılayıb. Sərginin fəxri qonağı Qətər dövlətidir. Qeyd edək ki, sərgi 7 oktyabrədək davam edəcək. Hər gün 10:00-dan 20:00-dək sərgiyə giriş pulsuzdur. Siz 11-ci Bakı Beynəlxalq Kitab Sərgisinin rəsmi açılış mərasimində iştirak edirsiniz. Mən hamınızı alqışlayıram. Xoş gəlmişsiniz sərgiyə. Xeyirli, uğurlu olsun. Beynəlxalq kitab sərgiləri Azərbaycanın həyatında böyük mədəniyyət hadisəsidir. Bu kimi beynəlxalq sərgilər yalnız mədəniyyətin deyil, həm də maarifləndirmənin, xüsusən də ilgi biliklərin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Biz kitab insanları, biz kitab milləti, biz fəxr edirik ki, bizim Nizamimiz, Nəsimimiz, Füzulimiz, Səməd Vurğu, Mikail Müşfiq, Sabir, biz fəxr edirik ki, onlar bizim tariximizdə olublar və inanırım ki, hələ gələcəkdə də çox tanınmış insanlar olacaqlar. Hər birinizi Mədəniyyət Nazirliyi adından bu möhtəşəm bayram münasibəti ilə, kitab bayramı münasibətinə təbrik edirəm. Bütün yazıçılar, bütün naşirlər, bütün kitabxanalar, bütün müəlliflər bir arada toplanan böyük bir kitab bayramına şölənində yığışmışıq. İndi isə sərgi iştirakçılarını və qonaqlarımızı sərgi ilə tanış olmağa dəvət edirik. Buyurun. Ülkelerden gelmiş görkemli yazarlarla görüşler, yeni neşr... Bu illərim hətta statistikaya baxsaq, ölkədə fəaliyyət göstərən 120-dən artıq nəşriyyat, o cümlədən ali təhsil müəssisələri, bir sıra dövlət qurumları, hətta media mənsublarının deməli stendləri oxuculara, ziyarətçilərə müxtəlif səpkili nəşrlər və kitablar təqdim edəcəklər. Bununla yanaşı bu illərim hətta xarici iştirakçılar sayəsində də kifayət qədər rekord say müşahidə olunmaqdadır. Bu il 24 ölkədən 70-ə yaxın xarici nəşriyyat sərgimizdə iştirak edir və xarici nəşriyyatlar üçün say çoxluğunu nəzərə alaraq xüsusi ayrıca zal ayrılmışdır. Bununla yanaşı növbəti 7 gün ərzində kitab yarmarkası ilə yanaşı 250-yə yaxın müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər həm yeni nəşrlərin kitabların təqdimatı ilə bağlıdır, eyni zamanda tanınmış yazarlarımızın imza günlərinin təşkil edilməsi, ədəbiyyat və incəsənət sahəsində müxtəlif beynəlxalq və milli səviyyəli konferansların, müzakirələrin təşkil edilməsindən ibarətdir. Əminik ki, bu tədbirlər oxucuları bir qədər də kitaba daha da yaxın edəcəklər, eyni zamanda öz sevimli yazarları ilə əyani şəkildə görüşmə imkanı yaradacaq. Bundan başqa kitab sərgisi fərqli formatlarda da təqdim olunur. Bu illərim xüsusi olaraq nəşriyyatlar və nəşriyyat sahəsində çalışan subyektlərin biznes görüşləri üçün xüsusi ərazi ayrılmışdır. Burada da B2B görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Uşaqlar üçün xüsusi zonalar əvvəlki illərə nisbətən daha da genişləndirilmişdir. Burada həm uşaq ədəbiyyatının təqdimatı keçiriləcək, həm uşaqlar üçün intellektual müxtəlif tədbirlərin təşkil olunması nəzərdə tutulmuşdur. Bu illərim xüsusilə qeyd etmək lazımdır ki, fəxri qonaq qismində Qətər dövləti çıxış eləyir və sərginin gedişatında həm sərgi ərazisində, həm də Bakının müxtəlif yerlərində Qətərin mədəniyyəti, o cümlədən ədəbiyyatı və incəsənəti ilə bağlı müxtəlif səpkili deməli fəaliyyətlər nəzərdə tutulmuşdur. İlk növbədə mən düşünürəm ki, bu sərgilər böyük bir ünsiyyət vasitəsidir. Bax, burada müxtəlif peşələri, müxtəlif instansiyaları, müxtəlif qurumları təmsil edən insanlar görüşürlər.
bir kitabların ətrafında, onların təqdimatlarında, müzakirəsində bir yerə cəm olurlar. Cəmil Meritin yaxşı bir fikri var ki, biz ki başları eyni kitablara əyilmiş şəxslərik. Bundan böyük əqrəbalıq mı olur? Yəni bugün bu beynəlxalq kitab sərgisində bir çatı ətrafına toplaşan, altına toplaşan hər kəs düşünürəm ki, bu mənada bir dostdur, əqrəbadır, yaxındır. Digər tərəfdən mən bu kitab sərgilərini bir klassik irsin tanıdılması, müasir oxuculara aşılanması, çatdırılması baxımından böyük bir vasitə hesab edirəm və eyni zamanda da müasir yazarların, müasir çağdaş ədəbiyyatın tanıdılması yönündə çox yaxşı bir tribuna, bir vasitə, kürsü hesab edirəm. Burada çox önəmli kitabların müzakirəsi keçir. Burada heç məlum olmayan kitabları biz piştaxtanın üzərində görəndə və biləndə ki, bu gözəlim ölkəmizdə bu cür kitablar çap olunur. Bu doğrudan da bizim üçün böyük bir bələdçilik edir, sabaha yol yoldaşlıq edir. Mən eyni zamanda beynəlxalq kitab sərgilərinin keçirilməsini xüsusilə bir məqamda önəmli sayıram. Digər tərəfləri ilə yanaşı uşaq ədəbiyyatının inkişafı yönündə xüsusi bir missiya daşıyıcısıdır bu beynəlxalq sərgi. Bax, mən hər dəfə diqqət edirəm, indi bugün birinci gündür və 5 gün ərzində biz daim buna şahidlik edəcəyik ki, burada müəllimlər, valideynlər, uşaqlar daim bir tandem halında əl-ələ verərək beynəlxalq kitab sərginin əsas bir hissəsinə çevriləcəklər. Çox gözəl uşaq kitablarına mən burada tanış oldum. Yeri gəlmişkən hörmətli Samir bəy də təqdim elədi. Mimta kitab yayınlarında elə bir-birindən gözəl, nəfis, xüsusi illüstrasiyalarla, xüsusi poliqrafik bir zənginliklə nəşr olunmuş uşaq kitablarına mən burada rast gəldim. Bu doğrudan da uşaq ədəbiyyatının inkişafı yönündə, uşaqlara çatdırılması yönündə çox böyük xidmətdir. Və eyni zamanda unutmaq olmaz ki, beynəlxalq kitab sərgiləri hər il bizim dəyərli haqqında yubileylərinin keçirilməsi ilə bağlı sərəncam ki verilir. Tutaq ki, Seyid Əzim Şirvaninin bu il 190 illiyi ilə bağlı sərəncam verilmişdi. Ötən il Füzulinin 530 illiyi ilə bağlı, yaxud Üzeyir Hacıbəylinin yubileyi ilə bağlı və hər dəfə həm bu obrazların bizə təqdim olunması, həm də bu panellərin, müzakirə panellərinin, həmin şəxsiyyətlərin adlarının bir işığı altında toplaşmaq, bu müzakirələri məhz həmin adların keçirildiyi bir paneldə təqdim etmək, bu düşünürəm ki, müasir oxucunu həm klassika ilə birləşdirmək, tanıtmaq, qovuşturmaq baxımından da böyük bir addımdır. Ümumilikdə beynəlxalq kitab sərgisini çox uğurlu hesab edirəm, böyük bir əziyyətli işdir. Amma bütün maarifçiliyə, bütün aydınlanmalara aparan iş hər bir zaman çətin olur, çətinlikdən keçir, amma nəticəsini, sonucunu təbii ki, bütün nəsillər görməklə bundan yararlanır. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçən bu tədbirdə sözün həqiqi mənasında mən kitab sevərlərin ciddi bir sevgisini, coşqusunu hiss etdim, gördüm və insanlarımızın kitaba olan belə həssas münasibətini təbii ki alqışlayıram və buna sevinirəm və arzuluyuram ki biz gələcək zamanlarda Azərbaycanda kitab prosesini daha işıqlı görək. Çünki kitabın özü işıqdır və düşünürəm ki, bizim insanlarımız, bizim oxucularımız kitab sərgisinə gəlməklə bildiyiniz kimi 1-7 oktyabr tarixlərində səhər saat 10:00-dan axşam saat 19:00-a kimi Baku Expo Mərkəzdə bizim kitab sərgisi fəaliyyət göstərir və bizim bütün kitab sevərlər bu tədbirə qatılmaqla buradakı yeni ədəbiyyatları, yeni kitab nümunələrini əldə edəcəklər və hər bir kitab gələcək nəsillərə bir ismarışdır və düşünürəm ki, biz ötənlərdən, keçmişimizdən aldığımız ismarışı gələcək nəsillərə ötürə bilməyimiz üçün mütləq kitaba başvurmalıyıq, kitabla bir yerdə olmalıyıq və bugünkü sərgi buna şərait yaradır. İstanbul, Türkiye'den geldik. Bakü Kitap Fuarı'ndayım. Çocuk ve gençlik kitapları yayımlayan Kelime Yayınları'nın kurucusuyum ve yayın yönetmeniyim. Yayın evimiz bu yıl 20 yaşında ve Bakü'de bu güzel anlamlı günde birlikteyiz. Kitap fuarı uluslararası ve ulusal katılımı yoğun. Okur ve yayıncı buluşmasının çok çeşitli ve renkli olduğu güzel bir buluşma, renkli bir buluşma. Burada olduğum için de çok mutluyum. I'm so happy because Baku International Fair Book is invited us as a guest for this year. As you can see, we have like a latest books. It's talking about poetry, love poetry, and history, of course. And there is also a section for the kids. We have like a lot of different screens here. It's showing the applications. They show also the small kids writer, and they can draw also.
And also we have the famous box for this year. It's talking about the old building in Qatar, the famous old building. Also, we have two kinds of pottery box. There is also another box. It's talking about a Qatari photographer. He's very interested in birds, so he gets used to take a lot of famous birds in Qatar that inside Qatar, and also the different types of birds. It's coming from like different countries from outside. And yeah, we are so grateful and honored because we are guests in Baku. It's wonderful that we are exchange our culture together. So yeah, I'm so interested also about Baku cultures. It's first time for me here. Thank you, I appreciate it. Thank you.